iqtisadiyyat islah olmalıdır. Maddi, iqtisadi münasibətlər islah olunmasa, mənəvi təkamül mümkünsüz bir şeydir. Ona görə də Mədiniyə gələn kimi cəmiyyət təşkil edir, sistem formalaşdırır. Yüzəkkihim bu qədər geniş söz imiş. Yüzəkkihim, yəni onları təzkiyə edir. Təzkiyə, yəni gəldi axır nəticə nə oldu? Dövlət qurur ki, o qanunların icrasını təmin etsin, onlara nəzarət etsin. İnsan belə də islahı sizə sadə bir şey gəlməsin, elə 2 dənə nəsihətlə. Belə deyil. Peyğəmbər təzkiyə edir. Necə zikr öyrədir cəmaata? Fərdi moizə eləyir. Xeyr. Bu məsələ çox incə məsələdir ki, bunun üzərində düşünün. Peyğəmbər xutbə ilə, moizə ilə, əxlaqdan danışmaqla yox, təzkiyə mərhələsində dövlət quruculuğu başlanır və mənəviyyatı sırf mənəvi moizələrlə, fərdi moizələrlə islah etmək mümkün deyil. Bu onun göstəricisidir ki, Peyğəmbər zamanında o sistemi Peyğəmbər formalaşdırır. Təzkiyə olduqca ciddi bir prosesdir və dinin praktiki hissəsi burada meydana gəlir və Peyğəmbər bunu sistem halında icra edir, pərakəndə halda yox. Və bu qanunları icra etmək üçün mexanizmlər yaradır. Və Əqəbə peymanında ki, dedik, artıq əməli göstərişlər meydana gəlir. Oğurluq etməyin, falan eləməyin. Bu, ictimai fəsadı olan əməlləri qadağan edir. İkinci nədir? Özümü və balalarımı qoruyun. Yəni, o piramidanın başında dayanan, qanunun icrasının qarantı olan o rəhbərliyi ki, bu ilahi düzəndə o icra məsuliyyəti onun üzərindədir, onu qorumalısınız. Yəni, bu olmasa, bu vilayət sistemi olmasa, təzkiyə prosesi ümumilikdə, təkamül prosesi ümumiyyətlə tam mənasında həyata keçə bilməyəcək. Yəni, ictimai mühit üçün qanunlar və qanunların icrasına nəzarət edən ilahi nümayəndələr, Peyğəmbər və Əhl-i Beyt. Ona görə də bu hökmlərlə yanaşı özünün qorunması və övladlarının qorunması haqqında peyman alır onlardan. Yəni, praktiki göstərişlər icrası üçün Peyğəmbər Mədinədə cəmiyyət təşkil edir. Ona görə də bu 102 himin içinə daxil olur. Deməli, islah sırf fərdi məsələ deyil. Allah Peyğəmbərinə deyir, sən dayanacaqsan sistemin başında və qanunlar, hökmlər, qaydalar, müxtəlif qaydaların icrasına nəzarət edəcəksən. İctimai düzən. Əslində, peyman nədir? İctimai müqavilədir. İctimai müqavilə təzkiyə prosesinə start verir. Bu vasitə ilə təzkiyə əmələ gəlir. Deməli, təzkiyə, təmizlənmə bəzilərinin iddia elədiyi kimi eləcə fərdi bir proses deyil. O deməli, ictimai qaydalardan qaynaqlanan, təməldən qaynaqlanan bir prosesdir ki, Peyğəmbər də bu şəkildə bunu həyata keçirir. Burada da bir əxlaqi göstəriş deyim ki, indi o düzəni bir ümumi bu anlamda izah etdik. Bir də ki, hər bir insanın özünün islahı üçün mütləq proqramı olmalıdır. Yəni, bunu fərdi qaydada tətbiq eləsək, fərdi qaydada, indi biz düzəndən danışmırıq da, burada artıq hər bir insan özü üçün. Yəni, onu pərakəndə şəkildə eləmək olmaz. Hər birimizi burada saxlayıb soruşsalar ki, indi bu saat sənin təzkiyə proqramın nədən ibarət? Tam bunun bəlli bir proqramı olmalıdır. Proqramsız bu işlər həyata keçirilmir. Namazın vaxtında qılınması özü bir düzəndir, nizamdır. Ayətullah Behçət dedi ki, insan hər yerə çatır namazını vaxtında qılmaqla. Soruşdular ki, diqqətlə qılmaqla. Buyurdu ki, xeyr, sadəcə vaxtında qılsın, 1 il vaxtında qılsın, o diqqət sonraki mərhələdir. Yəni, nizam bu qədər önəmlidir, başa düşürsünüz. Bu dini belə tərtib edib Allah ki, burada ictimai və fərdi düzən, o qaydaların icra olunması, proqram əsasında həyata keçirilməsi icranın özündən daha mühümdür. Başa düşürsünüz. Bu əməlləri etməkdən daha mühüm onu proqramlı şəkildə etməkdir və bu proqramı ictimai anlamda bunu bərqərar etmək üçün Peyğəmbər faktiki olaraq dövlət qurur Mədinədə və özü də o dövlətin başında dayanır. Deməli, təzkiyə biz həmişə